Gördüyünüz bu məhəllədə mən yaşayıram. Məhəlləmizdə bərbəzəkli skamyalar, yaşıl ağaclar, işıqlı binalar, hətta asfalt örtüyü olmasa da burada bir-birindən maraqlı insanlar yaşayır. Evlərimizin divarları maraqlı elanlarla doludur. Məsələn, bu yazı kimi. Bu bizim eynək ustamız Kamil dayıdır. Kamil dayı həmişəki kimi günəş şüaları ilə eksperimentlər aparır. Əflatun usta isə poladdan qanat düzəldərək quş kimi uçacağına söz verir. Axır vaxtlarda yaman yayılan xəstəliklərin əleyhinə olan aktivistlərdən biri də Bərbər Alxaz dayıdır. O ülgüzünü qıraraq bərbərxanalarda üz qırxılmasına yox deyib. Dünya ölkələrinin belini qıran maliyyə böhranı məhəllə dükanımızın satıcısı Kamranın da borc dəftərində öz əksini tapıb. Gördüyünüz bu ağsaqqal daimi müştəriləri tarakanlar olan mehmanxanamızın müdürü Duman müəllimdir. Bu da bizim məhəllənin ictimai qadını Ziba xanımdır. Zibanın fotomodel olmaq arzusu var, amma yazığın arzusu ürəyində qalıb. Bir sözlə, məhəlləmizin günləri bir-birinə çox oxşuyur. Amma bir gün... Salam aleyküm. Aleyküm. Sizdə qalmaq istəyirdim. Boş otaqlarınız var? Var. Əhməd, bura gəl. Bəsdir yatdın. Boş otaqları göstər. Mənim, zəhmət olmasa 20 manat. Ha. Çox sağ ol. Sağ ol. Çox sağ ol, çox sağ ol. Kamil, borcum. Əflatun, borcum. Çox sağ ol usta, çox sağ ol. Sağ ol. Alxaz, keçən dəfədən qalan borcu. Sağ ol. Hara getdin ay kişi? Adını qara dəftərdən sil. Ziba, axırıncını ödəməmişdin. Мальчик, расчет. Əhməd, nə oldu? Nə olasıdır, kəllə suyu. Kül başıma, ömür boyu yatırsan. Vay, vay. Xoşuma gəlmədi. 20 manat. Qonaq gəlməmişdən qabaq hamının bir-birinə borcu var idi. Mehmanxanada müvəqqəti qalan pul bütün məhəlləmizin problemini həll edib yenə də qonağa qayıtdı. Əvvəlki ilə müqayisədə indi heç kimin borcu yoxdur. Pul da yoxdur, borc da yoxdur. Paradoksdur, deyilmi?
Dəliyinə qaraya